qarşıma bir kişi oturursa, sual verirsə, mənim beynim ilk olaraq onu deyir ki, çox güman ki, o mənə stereotipik yanaşıb sual verəcək. Siz də belə fikirləşirsiniz? Əlbəttə. Çünki mən bu sistemin içində mən ancaq o insanla çox söhbət eləsəm başa düşürəm ki, aha, O deyil və ya o bu. o artıq hansısa mənada bu mövzuda öz üzərində işləyib. İşləməyibsə paket olaraq bir stereotipik düşüncə. Normativ odur ki, biz stereotip baxırıq. Yəni Maraqlı. və o insan stereotip baxmamaq üçün özümdən görürəm. Yəni stereotip baxmamaq üçün o qədər çalışırsan, o qədər işləməlisən, o qədər özünü sorğulamalısan. Daim verdiyin qərarlarda özünü sorğulamalısan və müəyyən mənada televiziyada gördüyün hansısa bir görüntünü sorğulaya bilməsən. Ona görə yaşını soruşdum. 10 yaş. Hələ stereotiplər onu əlinə almayıb. 12 yaşdan sonra stereotiplər bizi bərkidir, otuzdurur və biz stereotiplərlə idarə edirik özümüzü. Amma 6-7 yaşında uşaqda ümumiyyətlə genderlə bağlı heç Yox, bir inanc sıfır və olub. stereotip olmur.